Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günləri sizlər üçün, ibtidai sinif şagirdləri üçün 4-cü sinifdə monitorinqə hazırlaşanlara dəstək məqsədi ilə ilk iki mövzu haqqında bir neçə sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda monitorinqlərə hazırlaşan ibtidai sinif şagirdləri, yəni 4-cü sinif şagirdləri bizim monitorinq qruplarımızdan yararlana bilərlər. Ay ərzində 4 sınaq və 2 monitorinq olaraq qrupa göndərilir. Aylıq abunə haqqı 5 manat olacaq. Ətraflı məlumat əldə etmək istəsəz 055 236 81 40 nömrəsinə yazaraq monitorinq qruplarımızdan yararlana bilərsiniz. Keçək ilk sualımıza. İlk sual belədir ki, hansı ədədin 10 minliklər mərtəbə qiyməti 60 mindir? Gəlin baxaq. 60 min olması üçün 10 minlikdə 6 rəqəmi durmalıdır. Təklik, onluq, yüzlük, minlik. Bunu keçirəm. Bu 10 minlikdə deyil. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, 168.347 ədədinin 6 rəqəmi 10 minliklər mərtəbə qiyməti 60 mindir. Doğru cavabımız olacaq B variantı. Keçək ikinci suala. İkinci sual belədir ki, 66.006 ədədinin rəqəmlə yazılışı hansıdır? 66.006 ədədi. Yəni, ədədlərimiz siniflərə bölüb də qeyd edə bilərsiniz. Buradan da başlayıb yaza bilərik. 66.006. Deməli, 66.006. Doğru cavabımız olacaq D variantında. Siniflərə bölürsək, təklik sinifi, bu da minlik sinifi. Minlik sinifində 66.000, təklik sinifində isə 006. Doğru cavabımız olacaq D variantı. Keçək üçüncü suala. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 6400 alınan ən kiçik ədəd neçədir? Bunu cavab variantlarından da işləyə bilərsiniz. Belə də baxanda, əgər ki yüzlüklərə qədər yuvarlaqlaşdırma veribsə, ən kiçik ədədi tapmaq üçün 50 çıxa bilərsiniz. Və yaxud cavab variantlarına baxaq. Birinci, deməli, yüzlüklər mərtəbəsini qeyd eləyək. Hər birinin yüzlüklər mərtəbəsini. Deməli, 6350. 3-dən sonra 5 gəldiyinə görə artım verəcək 4. 6400 alınacaq. Bu alına bilər. Ən kiçik elə budur. Niyə? Çünki verilən şərtə uyğun olaraq 6400-dən 50 çıxsaq, 6350. 6350-dən aşağı ən kiçik ədəd daha yaza bilmərik. Onu yazsaq belə yuvarlaqlaşdıranda 6400 verməyəcək. Burada yazılıb 6449, bu böyükdür. 39 da böyükdür. 358 də böyükdür. Ən kiçiyi 6350. Doğru cavab A variantındadır. Növbəti bir sual. Deyir ki, 4, 9, 3, 7 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Yazaq. Birincisi, böyük ədəd yazmaq üçün 9-u irəli yazacağım. 7, 4, 3. Minliklərə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük, minlik. 9-dan sonra 7 gəldiyinə görə artım verəcək. Bir vahid artıracaq, olacaq 10. Və növbəti rəqəmlər nə olacaq? Sıfırlanacaq. Deməli, doğru cavabımız olacaq 10.000. B variantı. Növbəti bir sual. 5 nömrəli. 36.547 ədədinin qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdırsaq neçə alınar? Qeyd olunan mərtəbə 6-dır. Baxaq, təklik, onluq, yüzlük, minlik. Minlik mərtəbəsi qeyd olunub. Yəni 36.547-də minliklərə qədər yuvarlaqlaşdıracağıq. 6-dan sonra 5 gəldiyinə görə 5, 6, 7, 8, 9 bu rəqəmlər gəlirsə artım verir.
Bir vahid artırır, olur 37. Və sondakı rəqəmlər nə olacaq? Sıfırlanacaq. Doğru cavabımız olacaq, deməli 37.000. Cavab C variantı. Növbəti bir sual. 5643 ədədinin minlik mərtəbəsindəki rəqəmi 3 vahid azaltılır. Ədəd neçə vahid azaldı? 5643 ədədindən söhbət gedir. Minlik mərtəbəsi 5-dür. Əgər ki, onluğu desə, onu 3-ə vuracaqsınız. Yüzlüyü desə, 100-ü 3-ə vuracaqsan. Minliyi 3 vahid azaltdanda 1000 vurulsun neçə? 3. Yəni 3000 vahid azalma olacaq. Doğru cavab elə olacaq. A variantı. Növbəti bir sual. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 5000 alınar? Deməli, baxaq. Birincisi, 5000 alınması üçün minliklər mərtəbəsini işarə vurmalıyıq. Deməli, 5-dən sonra 2 gəldiyinə görə artım vermir, elə 5000 olur. Növbətisi 5-dən sonra 5 gəldiyinə görə artım verir, bu olur 6000. 5-dən sonra 6 gəldiyinə görə artım verir 6000. 5-dən sonra 8 gəldiyinə görə olur neçə? Bu da 6000. Amma bizdən neçə lazımdır? 5000 alınmaz. Doğru cavab A variantındadır. Sonra, hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Yüzlüklər mərtəbəsini tapırıq. Təklik, onluq, yüzlük, 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 yüzlük. 8-dən sonra 1 gəldiyinə görə artım verməyəcək, bu doğrudur. Sonra 3-dən sonra 8 gəldiyinə görə artım verəcək, 4 olacaq, bu da doğrudur. 1-dən sonra 7 gəldiyinə görə artım verəcək, nə olacaq? 200 olacaq, bu da doğrudur. 4-dən sonra 3 gəldiyinə görə 5 ola bilməz. Artım verməyəcək, bu ikisini azalacaq. Və bu artımla qeyd olunub burada. Yanlış cavab D variantındadır. Keçək növbəti suala. 9 nömrəli sual. Aşağıdakı ədədlərdən hansını minliklərə qədər yuvarlaqlaşdırdıqda artar? Gəlin minlik mərtəbələrini tapaq. Təklik, onluq, yüzlük, minlik. 8, 9 minliyimizdir, 3 minliyimizdir, 2 minliyimizdir. Artan minliklərə qədər yuvarlaşdı, artanı istəyir. 8-dən sonra 2 gəldiyinə görə artmır. Bu lazım deyil bizə. 9-dan sonra 0 gəlir, artım vermir. 3-dən sonra 8 gəldiyinə görə olacaq buna 4000. 4000, 2-dən sonra 1 gəlir, artım vermir. Deməli, doğru cavabımız C variantında qeyd olunub. Bizə artım verən ədəd lazım idi. Növbəti sual 10 nömrəli sualdır. 9, 4, 0, 7, 8, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan ən böyük 6 rəqəmli ədədin 5 ilə qisməti neçədir? Deməli, 9, sonra ən böyüyünü istəyir bizdən. 9, 8, 7, 5, 4, 0. Bunun 5 ilə qisməti, yəni 5-ə bölməklə. 5-ə bölsə bizə verəcək bu neçə? 197.508. Doğru cavab 197.508 olacaq B variantında. Növbəti bir sual. 43.555 ədədini rəqəmlə yazın. 43.555 ədədini 55. Deməli 43.555. Doğru cavab D variantında. Növbəti bir sual 12 nömrəli sualdır. 47.387 ədədində 7 rəqəminin mərtəbə qiyməti neçədir? Yazaq 47.383 ədədində 7 rəqəmindən söhbət gedir. Təklik, onluq, yüzlük, minlik. Bunun mərtəbə vahidini istəsəydi 1000'dir. Mərtəbə qiymətini istəsə isə 7-ni vuracağıq 1000'ə. Olacaq neçə? 7000. Doğru cavab A variantındadır. Növbəti bir sual 13 nömrəli sualdır. 27.365 ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq hansı ədəd alınır? 27.365. Təklik, onluq, yüzlük, minlik.
7-dən sonra 3 gəldiyinə görə artım verməyəcək, olacaq 27 və sondakı rəqəmlər sıfırlanacaq. Yəni elə 27.000 olaraq qalacaq. Doğru cavab A variantında. 14 nömrəli sual. Deməli, ədədin minliklər sinifindəki neçə ədəd neçədir? Minliklər sinifində. Gəlin baxaq, 65.478. Elə ədədi oxunan zaman da hiss olunur ki, neçə minlik var. Əgər ki, bir qayda deyim, təkliklərin sayını istəsə, ədədin özü qədər təkliyi var. Onluqları soruşsa, təkliyi siləcəksiniz. Yüzlüyü soruşsa, onluğu siləcəksiniz. Minliyi soruşsa, yüzlüyə qədər silmək lazımdır. Yerdə qalacaq 65. Deməli, nə? Ədədin minliklər sinifindəki ədəd neçədir? 65-dir. Burada texniki səhvimiz olub. 65 nə olacaq? Minliyimiz olacaq. Keçək növbəti suala. Deməli, burada açıq şəkildə verilmiş ədəd rəqəmlə yazın. 90.000 üzərinə 600, üzərinə 30, üzərinə 7. 90.000-i qeyd eləyəcəm. Üzərinə 600 gələcək, üzərinə 30 gələcək, üzərinə 7 gələcək və nəticədə 7, 3, 6, 0, 9. 90.637. Doğru cavabımız olacaq B variantı. Monitoring imtahanlarına qədər çalışacağıq ki, sizin monitoring proqramındakı mövzulardan mütəmadi olaraq sizin üçün suallar hazırlayaq və sizin diqqətinizə çatdıraq. Siz də video izahları şagird yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.